Salam uşaqlar. Deməli, bugün biz ali sinir fəaliyyətindən danışacağıq. Bugünkü dərsimizin adı ali sinir fəaliyyətidir. Biz ali sinir fəaliyyətindən danışarkən baş beyin reflekslərindən danışacağıq. Gəlin baxaq birinci Seçenova görə. Seçenov baş beyin refleksləri haqqında danışarkən baş beyin reflekslərinin 3 mərhələsini qeyd etmişdir. Birinci mərhələ xarici qıcıqların təsirindən duyğu orqanlarında əmələ gələn oyanmadır. Birinci mərhələ, yəni biz Pavlova və yaxud da refleks ölçüsünə görə desək, birinci hissə olacaq reseptor sahə. İkinci mərhələ isə beyinə gedən oyanma və tormozlanma olacaq Seçenova görə. Amma Pavlova və refleks ölçüsünə görə ikinci mərhələ olacaq, deməli mərkəz hissə. Deməli, buradan biz belə qənaətə gələrik ki, Seçenova görə baş beyin reflekslərinin ikinci mərhələsi refleks qövsünün üçüncü mərhələsinə, həm də Pavlova görə analizatorların üçüncü hissəsinə uyğun gəlmiş olacaq. Bəs yaxşı, Seçenova görə üçüncü mərhələ nədir? İnsanın hərəkətləri, fəaliyyəti və davranışı. Deməli, Seçenova görə birinci mərhələ oldu xarici qıcıqların təsirindən duyğu orqanlarında əmələ gələn oyanma. Bu oyanmanın beyinə, yəni mərkəzə ötürülməsi və orada gedən tormozlanma və üçüncü mərhələ isə insanın hərəkətləri, fəaliyyəti və davranışı olacaqdır. Bizə əsasən belə suallar qarşımıza daha tez-tez çıxır ki, Seçenova görə ikinci mərhələ Pavlova görə neçənci mərhələdə yerləşir deyə belə suallar çıxır. Biz bilməliyik ki, Seçenova görə ikinci mərhələ beyində gedən oyanma və tormozlanmadır. Deməli, bu hansı mərhələ uyğun gələcək? Pavlovun üçüncü, yəni mərkəz hissəsinə, baş beyin yan kürələ, beyin hissəsinə uyğun gəlmiş olacaq. Və eyni şəkildə də refleks qövsünün üçüncü hissəsinə, yəni mərkəzə uyğun gələcək. Bəs yaxşı deyilsə ki, Seçenova görə yenə xarici qıcıqların təsirindən duyğu orqanlarında əmələ gələn oyanma refleks qövsündən neçənci hissəsi olacaq? Birinci hissəsi. Yəni birinci mərhələ ilə birinci hissəsinə uyğun gəlir. Amma üçüncü mərhələni soruşsalar, yəni bu üçüncü mərhələ insanın hərəkət və fəaliyyəti refleks qövsünün neçənci hissəsinə uyğun gəlir? İşçi orqan. Yəni 5-ci hissəsinə uyğun gəlmiş olacaq. Yəni bu şəkildə suallar bizim qarşımıza çox tez-tez çıxa bilir. Deməli, gəlin bir də ümumiləşdirək. Seçenova görə baş beyin reflekslərinin 3 mərhələsi var idi. Xarici qıcıqların təsirindən duyğu orqanlarında əmələ gələn oyanma, beyində gedən oyanma və tormozlanma, insanın davranış hərəkətləri. Pavlova görə isə analizatorun 3 hissəsi var idi. Birinci reseptor, ikinci duyğu yol, üçüncü isə mərkəz. Refleks qövsünün isə 5 mərhələsi var idi, 5 hissəsi var idi. Bunlardan birincisi reseptor sahə, ikinci duyğu yol və yaxud da hissi yol deyirdik. Üçüncü hissəyə mərkəz, dördüncü hissəyə hərəki yol, beşinci hissə isə işçi orqan adlanırdı. Deməli, Seçenova görə ikinci mərhələ uyğun gələcək refleks qövsünün mərkəz olan üçüncü hissəsinə, həmçinin də Pavlovun analizatorlarının üçüncü hissəsinə uyğun gəlmiş olacaq. Deməli, baxın, refleks qövsünün şəklini bir də nəzərdə saxlayaq. Reseptor, hissi yol, mərkəz, hərəki yol və işçi orqan. Deməli, üçüncü hissədə refleks qövsünün üçüncü hissəsi mərkəzə uyğun gəlmiş olur. Deməli, Seçenovun neçənci hissəsi refleks qövsünün üçüncü hissəsinə uyğun gələr? Deyəcəyik ki, ikinci hissəsi. Bunu unutmayın, çünki bu şəkildə suallar çıxacaq qarşınıza. Deməli, Seçenovdan sonra Pavlov Seçenovun işlərini davam elətdirdi. Davam elətdirərkən o refleksləri iki qrupa ayırdı. Şərtsiz reflekslər, şərti reflekslər. Şərtsiz reflekslər, gəlin birinci onu öyrənək. Necədir? Anadan gəlmədir və irsən keçir. Bütün həyatı boyu qalır, daimidir. Yəni heç zaman şərtsiz reflekslər dəyişmir və orqanizmin daxili maye mühitin sabitliyini təmin edir. Növün bütün fərqlərində rast gəlinir. Yəni, mən insanım, məndə olan bütün şərtsiz reflekslər digər insanların hər birində rast gəlmiş olacaq. Yəni, insanların hər birində şərtsiz reflekslər olacaq. Şərtsiz reflekslər hansılardır? Gəlin onu qeyd edək. Qida refleksləri 4 ədəddir. Səmt refleksləri, müdafiə refleksləri, müdafiə və cinsiyyət refleksləri. Cinsiyyət refleksləri. Deməli, reflekslərə
Şərtsiz reflekslər 4 ədəddir ki, bunlar dedik, anadan gəlmədir, irsəndir, növün bütün fərdlərində olur, orqanizmin daxili maye mühitini təmin edir, sabitliyini təmin edir daha doğrusu və mərkəzi harada yerləşəcək? Onurğa beyində, beyin kötüyündə və baş beynin ağ maddəsində olan boz maddədən ibarət olan nüvələrdə yerləşəcək mərkəzi. Əmələ gəlməsi üçün beyin yarımkürələrinin iştirakı vacib deyil. Şərtsiz refleksdə vacib deyil deyəcəyik. Və əmələ gəlməsi üçün xüsusi spesifik qıcıqlar tələb olunacaq şərtsiz reflekslərdə. Amma şərti reflekslər necə olacaq? Əksinə olaraq anadan gəlmə deyil deyəcəyik. Həyat boyu qazanılır, yəni irsən keçmir. Daimi deyil, sönüb yenidən də yarana bilər. Fərdidir, yəni növü əhatə edən bütün fərdlərdə yox, fərdlərin bəzilərində ola da bilər, olmaya da. Yəni hər fərd üçün bu fərdi olaraq yaranır şərti reflekslər. Sonra refleks qövsünün, yəni şərti refleksin mərkəzi hara olacaq? Baş beynin yarımkürələr qabığından keçəcək və əmələ gəlməsi üçün müxtəlif spesifik qıcıqlar tələb olunmayacaq. Sonra insanı mühitin dəyişən şəraitinə uyğunlaşdıracaq. Deməli, şərtsiz reflekslərlə şərt reflekslərinin fərqinə bir də baxaq. Şərtsizlər anadan gəlmədir, irsəndir. Şərtlər isə anadan gəlmə deyil, həyat boyu qazanılır. Orqanizmin daxili maye mühitinin sabitliyini təmin edir şərtsiz reflekslər, insanı mühitin dəyişən şəraitinə uyğunlaşdırır şərti reflekslər. Növün bütün fərdlərində olur şərtsiz reflekslər, ancaq fərdidir, tək yəni insanlardan hər birində rast gəlməyə bilərik. Bu hansı olacaq? Şərti reflekslər. Mərkəzi beyin yarımkürələr qabığındadır. Bu şərti refleksə aid olacaq. Yox, mərkəzi onurğa beyində, beyin kötüyündə və baş beyindəki qabıqaltı nüvələrdə yerləşir şərtsiz refleksdə. Əmələ gəlməsi üçün spesifik qıcıqlar tələb olunur şərtsizdə, tələb olunmur şərtidə. Yəni bunların da bir-birindən fərqini yaxşı-yaxşı yadımızda saxlayaq. Sonra bu şərtsiz reflekslərdən sonra şərti refleksi ilk dəfə Pavlov it üzərində təcrübə apararkən müəyyən eləmişdir. O ilk öncə lampa yandırmışdı. İlk öncə itə qida verir və qidadan asılı olaraq itdə ağız suyu ifraz olunur. Baxın burada. Lampa yanmır. Amma itə sadəcə olaraq qida vermiş olur. Lampanı görürsünüz bu şəkildə. Lampa yanmır hələ. Qidanın təsirindən ağız suyu ifrazı baş verir. Görürsünüz? Və burada lampa hələ ki təsirsiz qıcıqlandırıcıdır. Sonra nə baş verir? Lampanı yandırır, amma hələ ki qida vermir. Bu itdə bir neçə dəfə təkrarlayır, lampanı yandırır, sonra qida verir, lampanı yandırıb, sonra qida verir və nəticədə bunu bir neçə dəfə təkrar edir. Və bu neçə dəfə təkrardan sonra artıq itdə lampaya qarşı şərti qida refleksi yaranmağa başlayır. Yəni lampa yananda artıq onda bu fikir formalaşır ki, artıq yemək gələcək və ona görə də onda ağız suyu ifrazı başlayır. Və nəticədə, bax, burada hələ ki lampa yanmırdı. Burada lampa yandı, amma hələ ki ağız suyu ifrazı yoxdur. Sonra bu təcrübə bir neçə dəfə təkrarlanandan sonra lampa yandıqdan sonra artıq qida verilməmişdən də öncə ağız suyu başlayır ifraz olmağa. Bu nə ilə əlaqəlidir? Burada, baxın, bu hissədə, bax, 4 ilə 6. 4-ü nə kimi yazıblar? Böyük yarımkürələr qabığının dad nahiyəsi ilə yarımkürələr qabığının görmə nahiyəsi arasında müvəqqəti əlaqə yarandığına görə burada lampaya qarşı qida refleksi yaranmış oldu. Və sonra biz əgər bu lampanı yandıranda, tək lampanı yandıranda artıq görürsünüz, burada ağız suyu ifrazı başlamış olur və burada da yenə müvəqqəti əlaqə dad nahiyəsi ilə görmə nahiyəsi arasında müvəqqəti əlaqə yaranır ki, bu da qidanın refleksinin yaranmasına səbəb olmuş olur. Və bu yaranan şərti reflekslər tormozlana bilir. Ümumiyyətlə, reflekslərin tozlandırılması haqqında danışarkən həm şərtsiz, həm də şərt reflekslər tanış olmayan qıcıqların təsirindən tormozlana bilər. Amma tormozlanmaya biz iki cür deyəcəyik. Xarici tormozlanma, daxili tormozlanma. Daxili tormozlanma nədir? Az öncə danışdıq ki, Pavlov lampanı yandırır və sonra itə qida verir və bu zaman onda şərti refleksi yaradır. Bəs yaxşı, lampanı yandırıb, sonra itə qida verməsə, lampanı yandırıb, itə yenə qida verməsə, bu təcrübəni
bir neçə dəfə də davam elətdirsə, yəni lampanı yandırır, amma qida vermir. Artıq burada lampa nə edəcək? Lampa öz təsirini itirmiş olacaq. Yəni burada yaranan, lampaya qarşı yaranan şərti refleks nə olacaq? Artıq itmiş olacaq ki, buna deyəcək daxili tormozlama. Baxın, şərti qıcıqlandırıcı. Şərtsiz qıcıqlandırıcı ilə, yəni şərti qıcıqlandırıcı burada lampadır. Lampa. Şərtsiz qıcıqlandırıcı isə qidadır. Şərti qıcıqlandırıcı, şərtsiz qıcıqlandırıcı ilə möhkəmləndirilmədikdə, yəni itdə deməli, istər burada zəng səsini demişəm, yəni zəng səsinə qarşı və yaxud da lampaya qarşı yaranan ağız suyu ifrazı qida qəbulu ilə möhkəmləndirilmədikdə yaranan bu refleks tədricən zəifləyərək sönür ki, buna biz daxili tormozlanma deyərik. Niyə burada zəng səsi demişəm? Çünki Pavlovun bir təcrübəsi lampa ilə aparılıb. Bir təcrübəsi isə zənglə aparılıb. Yəni zəng çalınıb, amma sonra qida verilib. Zəng çalınıb, sonra qida verilib və nəticədə zəngə qarşı şərt refleksi yaranmışdı. Eyni ilə lampada olduğu kimi. Yəni həm lampa ilə, həm də zənglə bu deməli şərt refleksi yaratmışdı. Deməli, əgər lampanı yandırıb qidanı verməsə, bu zaman həmin şərt refleks sönəcək və deməli öz təsirini itirmiş olacaq. Buna nə deyəcək? Buna deyəcək daxili tormozlanma. Bəs xarici tormozlanma nədir? Misal üçün, itdə hər hansı bir qida qəbul edərkən güclü zəng səsi eşidəndə bu zaman nə olacaq? İtdə səmt refleksi yaranacaq və bu zaman it qidanı saxlayıb səs gələn tərəfə doğru çevrilmiş olacaq və bu zaman qida refleksi tormozlanmış olacaq. Yəni ağız suyu ifrazı dayanacaq ki, buna xarici tormozlanma deyirlər. Deməli, daxili tormozlanma tədricən baş verir. Necə ki, şərti refleksi yarandı, yavaş-yavaş da sönə bilir. Xarici tormozlanma isə xarici mühitdəki hər hansı bir maneədən, ya güclü zəng səsinə, ya güclü partlayış səsinə qarşı yaranan səmt refleksindən əsasən deməli yaranan tormozlanmaya deyəcəyik xarici tormozlanma. Sonra keçək yuxudan danışaq. Yuxu bizə bilirik ki, orqanizmin normal yaşaması üçün lazım olan mühüm fizioloji proseslərdən biri yuxudur. Və orta yaşlı insanlar normal olaraq 7-8 saat yuxu yatmalıdırlar ki, bu 7-8 saatlıq yuxuda 4-5 sikldən ibarət olmuş olur. 4-5 sikldə, yəni minimum deyəndə 4 götürürük, maksimum deyəndə 5 götürürük. Minimum 4, maksimum 5 sikldən ibarət olur və hər sikl 2 fazaya bölünür. Ləng yuxu fazasına, tez yuxu fazasına. Və biz onu qeyd edeyim ki, insan ömrünün 1/3-ni məhz yuxuda keçirdir. Deməli, dedik ləng yuxu fazası və tez yuxu fazasına bölünür. Və hər iki fazada orqanizmdə müəyyən proseslər gedir. Misal üçün, gəlin ləng yuxuya baxaq birinci. İnsan yuxuya gedərkən birinci olaraq ləng yuxu başlayır. İnsan yuxuya yatan zaman ilk olaraq ləng yuxudan başlayır və 1-1,5 saat davam edir. Yəni minimum deyəndə 1 saatdan, maksimum deyəndə 1,5 saatdan götürəcəyik bu məsələlərdə. Və bu zaman nə baş verir? Maddələr mübadiləsiz zəifləyir, əzələlər boşalır, ürək, tənəffüs, həzm orqanları fəaliyyəti zəifləyir, temperatur aşağı düşür. Bax, gördünüzmü? Hər bir şeyin funksiyası zəiflədi, azaldı. Bir dənə artan burada ürək siklidir. Niyə? Çünki ürək fəaliyyəti zəiflədiyinə görə, ürək döyüntüləri zəiflədiyinə görə məhz ürək sikli də artmağa başlayacaq. Tez yuxu fazasında isə ləng yuxunun əksinə olaraq yenə ləng yuxudan sonra başlayacaq, 10-15 dəqiqə davam edəcək və ləng yuxunun əksinə olaraq buradakı bütün proseslər sürətlənəcək. Baxın, daxili orqanların fəaliyyəti artacaq, nəbz vurğusu, tənəffüs hərəkətləri artacaq, bədən temperaturu yüksələcək, gözü hərəkət etdirən əzələlər, mimiki əzələlər hamısı yığılacaq. Bir dənə burada azalacaq nə? Ürəyin tisikli, ürək tisikli, deməli, ürək tisikli azalacaq. Bir dənə azalan burada ürəyin tisiklidir. Çünki ürək daha tez-tez döyünərsə, o zaman onun tisikli də azalmış olacaq. Və bunun müddəti nə qədərdir? 10-15 dəqiqə davam edir. Amma səhərə yaxın sonuncu tez yuxu fazası minimum 20, maksimum 30 dəqiqə davam edə bilir. İndi gəlin yuxu məsələlərinə keçid edərək, biraz məsələ üzərindən baxaq. Deməli, dedik ki, minimum 4, maksimum 5 sikl
olur və hər sikldə 2 fazdan ibarətdir. Birinci məsələmizdə deyir ki, insanın cəmi 8 yuxu fazasında yatdığını nəzərə alaraq və fazaların da minimal davam etmə müddətinin şəraitində o cəmi nə qədər yatmışdır? Bax 8 yuxu fazası varsa, bunun 4-ü olacaq ləng yuxu, 4-ü olacaq ləng, 4-ü olacaq tez yuxu. Və minimum deyir davam etsin. Ləng yuxu minimum davam edərsə 1 saat, maksimum davam edərsə 1,5 saat davam edir. Və 4 dənə ləng yuxu olduğuna görə, minimumda dediyinə görə mən 4-ü 1-ə vuraram. Deməli, bu insan 4 saat ləng yuxuda yatıb. Bəs tez yuxunu necə tapacağıq? Tez yuxunu isə taparkən 4 dənə tez yuxusu var və minimal deyir. Deməli, 3 tez yuxunu minimal olaraq 10 dəqiqədən götürsəm, çünki tez yuxu minimum 10-15 dəqiqə davam edir. Amma səhərə yaxın sonuncu tez yuxu isə minimum 20, maksimum 30 dəqiqə davam etdiyinə görə 3-ünü 10 dəqiqədən, sonuncunu isə 20 dəqiqədən. Çünki minimum dediyinə görə sonuncu da deməli minimumla götürməliyik və sonuncu da 20 dəqiqə davam etmişdir. Deməli, burada nə qədər olub? 50 dəqiqə. Deməli, bu insan nə qədər yatmışdır? Ləng yuxuda 4 saat, tez yuxuda 50 dəqiqədə. Toplam, deməli, 4 saat 50 dəqiqə bu insan yatmışdır. İkinci məsələmizə baxaq. Yenə 4 yuxu sikli yatıb. Hər sikl 2 fazadan ibarətdir. Deməli, burada 4 dənə tez yuxu var, 4 dənə ləng yuxu var. Baxaq, ləng və tez yuxu fazalarının maksimal davam etmə müddətində nəzərə alınarsa, ləng yuxu fazalarının ümumi davam etmə müddəti tez yuxu fazalarının davam etmə müddətindən nə qədər çox olar deyir. Yenə 4 yuxu sikli hər biri 2 fazadan olduğuna görə 4-ü vuraram 2-yə, taparam 8 dənə faza var. Yenə 4 ləng yuxudadır, 4-ü isə tez yuxudadır. Deməli, ləng yuxuların davam etmə müddəti əgər maksimaldırsa, deməli mən burada 1,5-dən götürəcəm. Çünki dedik axı ləng yuxu minimum 1, maksimum 1,5 saat davam edir. Və 4-ü 1,5-ə vuranda taparam ki, deməli ləng yuxunun davam etmə müddəti olub 6 saat. Bəs tez yuxunun davam etmə müddətini necə tapaq? Maksimum müddətdə deyirsə, deməli dedik ki, minimum 10 dəqiqə, maksimum 15 dəqiqə olur. Sonuncu isə minimum 20, maksimum 30 dəqiqə olur. Yenə 4 tez yuxudan 3-ünü 15-ə vuracam, maksimum 15 dəqiqə olur. Sonuncu isə ən sonuncu 30 dəqiqə olduğuna görə üzərinə 30 gələcəm. Bu zaman eləyəcək 45, üzərinə 30 gələndə eləyəcək 75 dəqiqə. 75 dəqiqə. Və mənə deyir ki, ləng yuxu fazalarının davam etmə müddəti tez yuxu fazalarının davam etmə müddətindən nə qədər çoxdur? 6 saatdan mən çıxmalıyam 1 saat 15 dəqiqə. Yəni 6 saatdan çıxanda 1 saat 15 dəqiqə eləyəcək. Bunların fərqini tapsam, deməli eləyəcək 4 saat 45 dəqiqə. 4 saat 45 dəqiqə. Çox iyiymiş. Çünki mənə fərqini soruşurdu. Məsələ 3-ə baxaq. Əgər insan maksimal yuxu fazaları keçirməklə, yenə deyir, maksimal yuxu fazaları keçirməklə 1,5 saat tez yuxu fazasında olmuşdur. Maksimal yuxu fazası deyirsə, deməli burada 10 faza var. Bunun 5-i tez yuxu, ləng yuxudur. Birinci ləngi yazaq. Ləng yuxu. 5-i isə tez yuxudur. Və mənə deyir ki, tez yuxu fazalarının davam etmə müddəti 1,5 saatdır. Bunu hesablamağa gərək yoxdur. Çünki məsələdə verib ki, tez yuxu 1,5 saat davam etmişdir. Yaxşı, indi mənə baxaq, deyir ki, bütün ləng yuxu fazalarının davam etmə müddəti maksimaldır. Deməli, biz maksimumdan hesablayacağıq. 5 ləng yuxu varsa, bunu maksimumdan hesablasaq 1,5-ə vurarıq. 5-i 1,5-ə vuranda eləyəcək 7,5. Və 7,5-in də bizə çünki cəmini soruşur ki, o nə qədər yatmışdı? Deməli, tapdıq ki, ləng yuxu fazasında 7,5 saat yatmışdı. Yəni 7 saat 30 dəqiqə yatmışdır. Və tez yuxuda da məsələ şərtində verilir ki, 1,5 saat yatıb. Bunları cəmləyərkən 7,5-in üzərinə 1,5 gələrik. Taparıq 9 saat yatmış olmuşdur bu insan. Deməli, məsələlərimiz də bu qədər. İndi keçək dərsimizin digər slaydına.
Burada biz düşüncəli fəaliyyət, nitq, təfəkkür, emosiyalar və yaddaşdan danışacağıq. Düşüncəli fəaliyyət nədir? Heyvanların əşya və ya hadisələr arasında qanuna uyğunluqları duyaraq yeni şəraitdə onları deməli deyim, tətbiq etmək xüsusiyyətidir. Misal üçün, buna bizim dərsliyimizdə meymunların bambuq çubuqlarını bir-birinə keçirərək ağacda olan bananları həmin o çubuqlara vuraraq yerə salmağa çalışmağını göstəriblər. Sonra 8 sinif dərsliyimizdə isə yeşikləri yenə meymunlar üst-üstə qoyaraq ağacda olan bananları deməli daha rahat götürmələrinə belə deyim çalışmışdılar. Düşüncəli fəaliyyət nə oldu? Əşya və hadisələr arasında qanuna uyğunluqları duyub yeni şəraitdə tətbiq etməyə xüsusiyyətidir. Nitq nədir? Nitq ikinci siqnal sistemidir. Yalnız insanlarda olan bir qabiliyyətdir və nitqin mərkəzi. Nitq iki cür olacaq. Şifahi nitq və yazılı nitq. Şifahi nitqin mərkəzi sağaxay insanlarda sol yarımkürənin deməli alın payında, amma yazılı nitqin isə mərkəzi yenə sağaxay insanlarda sol yarımkürənin gicgah və təpə paylarında yerləşmiş olacaq. Baxın, qarışdırmayaq. Şifahi nitqin mərkəzi alın payında, yazılı nitqin mərkəzi isə gicgah və təpə payında yerləşir. Təfəkkür nədir? Təfəkkür isə düşüncəli fəaliyyətin ali formasıdır və bir neçə əməliyyatları vardır təfəkkürün. Analiz, sintez, müqayisə, mücərrətləşdirmə, ümumiləşdirmə ki, indi birazdan bunun haqqında da danışacağım. Emosiyalar nədir? Emo sözündən götürülmüşdür, sarsılmaq, həyəcanlanmaq deməkdir. Emosiyalar iki cür olur, müsbət və mənfi emosiyalar. İstər müsbət emosiyalar olsun, istər də mənfi emosiyaların yaranmasında qan təzyiqin artmasına və ürək döyüntülərinin sürətlənməsinə səbəb olur. Yəni, həm mənfi, həm də müsbət emosiyalar qan təzyiqini artırar və ürək döyüntünün sürətlənməsinə səbəb olar. Emosiyaların mərkəzi harada yerləşəcək? Alın payında, gicgah payında və ara beyində. Amma əsasən soruşsa biz alın payı götürəcəyik. Yaddaş nədir? Yaddaşın formalaşmasında beyin qabığı iştirak edir və onun xüsusi mərkəzi yoxdur. Amma yaddaşda əgər alın və gicgah payı zədələnərsə, bu zaman insanda yaddaş itə bilər. Və yaddaş müddətindən asılı olaraq aynı yaddaş, qısa müddətli yaddaş, uzun müddətli yaddaş kimi ayırd edilə bilir. Amma yadda qalma xüsusiyyətinə görə iradi və qeyri-iradi yaddaşlar olur ki, iradi yaddaşları biz yadımızda hər hansı bir məlumatı yadımızda saxlamaq üçün, yəni bizim iradəmizə tabidir. Biz onu dəfələrlə təkrar eləyirik, öyrənməyə çalışırıq. Bu iradi yaddaşdır. Bir də var qeyri-iradi yaddaş ki, bizdən asılı olmadan yanımızdan kimsə keçərkən, hər hansı bir söz danışarkən və ya da dükanda, hardasa bir söz eşidərkən qeyri-iradi olaraq həmin eşitdiyimiz sözlərin bizim yaddaşımızda qalmağı isə qeyri-iradi yaddaş olacaq. Bir də yadda qalma xüsusiyyətinə görə hərəkə yaddaş, obrazlı, emosional və söz yaddaşı aid olacaq. Hərəkə yaddaşa idman hərəkətlərini göstərə bilərik, rəqs hərəkətləri, idman hərəkətlərini göstərə bilərik. Həmçinin də yazı yazmaq özü də hərəkət yaddaşına aiddir. Amma obrazlı yaddaşa isə bu zaman insanların üzləridir, səsidir, təbiət lövhələri, qoxuları, musiqiləri yadda saxlamaq məhz obrazlı yaddaşa xüsusi bir şeydir və əsasən artistlərdə, şairlərdə, rəssamlarda, yazıçılarda daha yaxşı inkişaf etmiş olur obrazlı yaddaş. Emosional yaddaş nədir? İnsanın keçirmiş olduğu hisslərin yadında saxlamağıdır. Emosional yaddaşda belə deyim, hisslərin yaddaşı da deyilir. Söz yaddaşına isə nə aiddir? Söz yaddaşı insanın oxuduğu, eşitdiyi, danışdığı sözlərin yadda saxlamağı və təkrar etmək qabiliyyəti aiddir. Deməli, indi keçək təfəkkürün əməliyyatlarına. Dedik ki, təfəkkürün əməliyyatları 5 cürdür. Analiz, sintez, müqayisə, mücərrətləşdirmə və ümumiləşdirmə. Analiz nədir? Əşya və hadisələri xəyalən hissələrə ayırmaq. Sintez isə bunun əksinə olaraq hissələri və xüsusiyyətləri xəyalən birləşdirmək olacaq. Müqayisə nədir? Bu xüsusiyyətləri bir-birinə qarşılaşdırmaq və onlar arasındakı oxşarlıqları və fərqi
tapmaq isə təfəkkürün müqayisə əməliyyatına aid olacaq. Mücərrətləşdirmə isə hər hansı bir əşya və ya hadisədə mövcud olan bir tərəfin, əlamətin, xassənin xəyalən nəzərdən keçirmək mücərrətləşdirmə olacaq. Ümumiləşdirmə artıq əşya və ya hadisələrin xəyalən mühüm əlamətlərinə görə ümumiləşdirmə isə ümumiləşdirməyə aid etmiş olacağıq. Təfəkkürün əməliyyatları da bunlar. Sonra bu ali sinir fəaliyyətini keçərkən biz xarakter, qabiliyyətlərini danışacağıq. Xarakter nədir? Şəxsiyyətin tipik davranışları, hərəkətləri, vərdişləri, baş verən hadisələrə münasibəti şəklində irsən və ya sonradan qazanılmış davamlı xüsusiyyətidir deyəcəyik xarakterə. Yəni xarakter %100 irsən keçir deyə bir şey yoxdur. Həm irsən, həm də sonradan qazanılmış davamlı bir xüsusiyyətdir. Qabiliyyət nədir? Qabiliyyət iki cür olacaq. Ümumi qabiliyyət, xüsusi qabiliyyət. Ümumi qabiliyyət elədir ki, bunu bütün insanların edə biləcəyi bir qabiliyyətdir, amma xüsusi qabiliyyətlər isə, misal üçün, rəsm çəkmək qabiliyyəti, və yaxud da ki, musiqidə ifa eləmək qabiliyyəti ki, bunlar xüsusi olaraq hər bir insanın bacardığı yox, müəyyən qədər, yəni xüsusi insanların bacardığı qabiliyyətlərdir və bunlar həm irsən keçə bilir, həm də tərbiyə yolu ilə sonradan formalaşa bilir. Və qabiliyyət haqqında deyəcək bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün vacib xüsusiyyətlərin cəmidir. Xüsusi qabiliyyətlərin yüksək dərəcəsinə deyəcək istedad. Yəni, xüsusi qabiliyyətlərin yüksək dərəcəsi istedaddır ki, hər hansı bir fəaliyyətə qarşı insanın can atması isə meyillik adlanacaq. Deməli, burada bir də temperament tiplərindən danışacağıq. Temperament haqqında elmin banisi Hippokrat olmuşdur. Hippokratdan sonra temperamentin deməli təsnifatını hazırlamışdı Klavdik Galen. Bu alimlərin adına diqqətli fikir veririk. Deməli, temperament elminin banisi olacaq Hippokrat, təsnifatını hazırlayan olacaq Klavdik Galen, amma elmi cəhətdən əsaslandıran isə Pavlov olacaq. Deməli, Hippokrat dedik təlimin banisidir. Galen təsnifatını hazırlayıb vermişdir. Pavlov isə onu əsaslandırmışdır. Və temperamentin 4 tipi var. Xolerik. Birinci xolerik damağı. Xoleriklər qıcıqlı, nikbin, enerjili, qətiyyətli, öz hərəkətlərinə fikir verməyən, inadkar, tez coşan, hətta şəklə baxın, bu elə məktəb 9-cu sinif dərslimizdə verilən bir şəkildir. Görürsünüz necə qıcıqlıdır. Xoleriklər qıcıqlı olur, coşqun olur və xolerik sözünün mənası öd deməkdir. Flegmatiklər isə flegma, şirə deməkdir sözünün mənası, çünki bu mənalarda düşür. Bu insanlar necə olur? Pasiv, can yandıran, dərin düşüncəli, dinc, etibarlı, rəvan, sakit, təbiətli və inadkar ola bilirlər. Melanxolik biz belə deyim təsnifatına, yəni deyəcəyik ki, bu insanlarda mənfi emosiyalar üstünlük təşkil edir. Bədbin, küsəyən, depressiyaya meyilli, qətiyyətsiz, çox ehtiyatlı, pasiv, adama yovuşmaz insanlar məhz melanxolik olur ki, melanxolik sözünün mənası isə qara öd deməkdir. Deməli, xolerikin mənası öd, melanxolikin isə qara öd deməkdir. Flegmatikin isə mənası dedik, şirə deməkdir. Gəldik sonuncu sanguinikə. Sanguinik sözünün mənası isə qan deməkdir. Bunu da yadımızda saxlayın. Bu insanlar necə olur? Ünsiyyətcil, təmkinli, hər şeyi bilmək istəyən, dünya görüşlü, enerjili, soyuqqanlı, təşəbbüskar və yəni müsbət emosiyaların üstünlük təşkil etdiyi bir deməli tipdir. Sanguinik tipi. Deməli, dərsimiz bu qədər uşaqlar. Dərsimiz bitdi. Yenə də kimin nə sualı olsa soruşar. Sağ olun.